Xaricdən mobil telefon gətirərkən bəzi vacib qaydalara əməl olunmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkəyə gətirilən mobil telefon və digər simsiz rabitə vasitələri mütləq şəkildə gömrükdə bəyan edilməlidir. Mətbuat az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən cavab olaraq bildirilib ki, rüsumdan azad olmaq üçün limit var. Şəxsi istifadə üçün xaricdən mobil telefon gətirən vətəndaşlar üçün bəzi güzəştlər nəzərdə tutulub. Belə ki, hər ay bir dəfə olmaqla $800 dəyəri olan telefonlar şəxsən gətirildikdə, $300 qədər olan telefonlar isə poçt və ya kuryer vasitəsilə göndərildikdə gömrük rüsumundan azaddır. Bu məbləğlərdən artıq dəyəri olan cihazlara isə gömrük rüsumu tətbiq olunur və onlar rəsmi qaydada rəsmiləşdirilməlidir. Bəs telefonu necə bəyan etməliyik? Telefonlar sadələşdirilmiş gömrük bəyannaməsi ilə bəyan olunmalıdır. Bəyan elektron şəkildə əvvəlcədən yaxud ölkəyə daxil olduqdan sonra kağız və ya elektron formada təqdim oluna bilər. Hətta poçt və ya kuryerlə göndərilən telefonlar da bu qaydadan kənarda deyil. Qeyd eləyək ki, telefon gömrükdə bəyan edilməzsə, vətəndaşı ciddi sanksiyalar gözləyir. Məlumata görə dəyəri 50.000 manatdan azdırsa, cihaz müsadirə edilə bilər və ya 40-60% arası cərimə tətbiq oluna bilər. Dəyəri 50.000 manatdan çoxdursa, bu zaman məsələ cinayət məsuliyyəti ilə nəticələnə bilər.